Böyük başa çatdığım kəndimizdə, Gözəl Kəhriz kəndindəyəm. Həm də xanımın ev muzeyini ziyarət eləməyə gəlmişik. Burada bizim uşaqlığımız keçir. Buranı həmişə məktəb vaxtında gəlib ziyarət edirdik. Bütün məlumatları burada alırdıq. İndi şükür ki, ömür gedib, yaşa dolmuşuq. İndi 43 yaşında bir də həmin yeri ziyarət edirəm. Həqiqətən də Həmidə xanım bizim bu kəndin qurucularından olub və dahi şəxsiyyətdir. O cümlədən də Cəlil Məmmədquluzadənin həyat yoldaşı olub. Bildiyimiz kimi Cəlil Məmmədquluzadə də dramaturq olub. Onun da gözəl hekayələri, əsərləri var. Bu gündəki neçə illər keçdiyinə baxmayaraq bizim bu muzey qorunub, saxlanılıb və inkişaf edir. Günü-gündən də inkişaf edir. Həm xarici ölkələrdən, o cümlədən məktəblərdən, digər kəndlərdən bizim bu muzeyi ziyarətə gəlirlər. Bizim üçün də çox qürur verici, həqiqətən də andır ki, bizim gözəl kəndimizdə belə bir məkan var, belə bir muzey var. Tariximizi, keçmişimizi, o cümlədən bizim neçə illər bundan öncə yaşamış Cavanşir xanın evi qorunub saxlanır və muzey kimi fəaliyyət göstərir və çox şadam ki, hətta xaricdən gələn qonaqlar da bu məkanı ziyarət edir, buradan məlumatlar toplayır. Sağ olsun müəllimə də onları gözəl izah edir, başa salır və məlumatlandırır. Mən sizi salamlayıram, xoş gəlmişsiniz bizim ev muzeyinə, Həmidə xanımın ev muzeyinə və biz də sizi izləyirik, baxırıq, fəxr edirik. Kəhrizdənin belə oğulları var. Çox sağ olun Zeynəb müəllim. İndi şairimiz öz kitabını təqdim eləsin direktorumuza. Ümidvarıq ki, o kitab da burada qalar. Gələcək nəsillər inşallah faydalanar o kitablardan. Kısınız yeri bizim. Bak uşaqlar, sizə bir nümunə. Görün neçə illərdən sonra gəlib sınıflardan darırlar, tapırlar. Bax, sizə dediyim bax budur. Bir neçə ildən sonra bu sınıfın həsrətini çəkəsiniz. Bu illərə dönmək istəyəsiniz, oxumaq istəyəsiniz. Amma zaman gec olur, geri qaytarmaq olur. Mən burada birinci sinifdə, bu sinifdə getmişəm. Sinif müəlliməmiz də Ayda müəllim olub. Həqiqətən də mənim indiki bütün həyat yaradıcılığım, bütün yaşayış tərzimi bu sinifdən başlanır. Həqiqətən də şagirdlər belə oxumaq, müəllimənin sizə verdiyi bütün tövsiyələri xoş qarşılayın və ona əməl edin. Çünki hər şey bax buradan başlayır. Bütün karyera, bütün həyatda baxışınız, həyatı dərk etməniz, vətəni sevməyiniz, torpağı sevməyiniz, valideynləri sevməyiniz, doğmaları sevməyiniz hamısı məktəbdən başlayır. Düz deyə istər-istəməz insanlar sevir doğmalarında, amma məktəb elə bir örnəkdir ki, elə bir yerdir ki, elə bir ocaqdır ki, birbaşa cəmiyyətə gözəl şəxsiyyət yetişir, gözəl vətənpərvər insanlar yetişir, savadlı həkimlər yetişir, savadlı müəllim və müəllimələr yetişir. O cümlədən ən başlıcası vətənə layiqli övladlar bu sinifdən başlayır yetişməyə. Oldu müəlliməm. Bunu da mən sizə təqdim edeyim. Adınız da burada var. Bəli. Zamiq Vaqifoğlu. Bir şairəm həm də. Özüm də inşaat mühəndisiyəm həm də. Elə gəldim kəndimizə, bir kəndimizi ziyarət edeyim. Çox gözəl. İlk gəlişimdə öz sinifim oldu. Çox gözəl. Daima da mən bu uşaqlara sizin gəlişinizdə sanki mənim sözümə bir qüvvət oldu ki, hər zaman uşaqlara deyirəm ki, sinifinizin qədrini bilin, dostlarınızla mehriban olun. Çünki illər gələcək, siz geri dönmək istəyəsiniz. Bax, bu şairimiz kimi
ölkəmizin, vətənimizin dəyərli oğullarından olduğu kimi bir günü siz də bir şəxsiyyət kimi, bu günlərində bir şəxsiyyətsiniz. Amma bir də bir peşə sahibi olaraq bir şəxsiyyətə çevrilməsiniz. Ona görə yaxşı oxuyun, valideynlərin, böyüklərin, müəllimlərin dediklərinə əməl edin ki, gələcəkdə siz də bir qürurla qarşılayaq. Bu qapıdan bir qürurla içəri girin, biz də qürurlanaq sizinlə, fəxr duyaq. Mən o qədər xətrini istəyirdim ki, mən biologiyadan olimpiyadaya göndərdim. Olimpiyadada yaxşı yer tutdum, rayonumuzda birinci yer tutdum. Təəssüflər olsunuz ki, məlumatı sonra gec verdilər, biz şəhərə gedə bilmədik. Vüsal da yaxşı oxuyurdu, Vüqar da yaxşı oxuyan oldu dərsdə. Mən həmişə fəxr elədiyim şagirdlərdən oldu. Çox sağ olun, hörmətli ol, Allah canınızı sağ eləsin. Kitabım çıxır, sağ olsun. Cənab Baxçıda, Mədəniyyət və Turizm şöbəsində Qarabağ regionunda təqdimat keçirildi rayonda. Sadəcə özümə boş bildim ki, mən bir kəndə də gedim, kənddə də sağ olun, hörmətli olun. olun. Uğurların bol olsun, davamlı olsun. Allah canını sağ eləsin. Atana da Allah rəhmət eləsin. Çox hörmətli kəndin şəxsiyyəti olubdu həmişə özünə davranışı ilə, ondan sonra fəaliyyəti ilə, insanlığından çox hörmət qazanıb. Həmişə hamı rəhmət oxuyur. Torpağı sanı yaşayın. Allah ömür versin. Özüm həm inşaat mühəndisiyim, həm də ki, yenə də bizdə irsidə genetik şeirlər yazılan, yenə ilk kitabım çıxdı. İnşallah ki, gələn ildəki, gələn ilin önlərdə ikinci kitab çıxacaq. Dedim, bu kitabı da mən tanıdığım müəllimə təbrik edirəm. Davamlı olsun uğurlarınız. Sinifimi bir görüm, məktəbi görüm. Neçə ildir ki, mən... Sinifiniz yadınızdadır mı? Hə. Sağ olun ki, bizim şagirdlərimiz bizi belə hörmətlə yad eləyəndə biz də sevinirik. Vallahi biz şagirdləri öz övladımızdan, şəxsən mən öz adımdan deyirəm, seçmirəm. Yəni öz övladıma layiq bildiyimi də şagirdlərimə deyirəm. Salam, hoş geldiniz. Sağ olun, hoş geldiniz. Nisbətən tanış yeriniz, amma tanımalı yanında deyil. Durum əlimdən oldu. Mən o qədər başa salırdı ki, həqiqətən də. Neçənci də tutarmısınız? 2000-ci illərdə İkinci tutarmışdı. Deməli, biz orta məktəbdə 2 dəfə Ayda müəllimə bizə dərs keçirik. Biz Elmdar idi, Nahid idi, mən idim. Nahid idi. O vaxtda. Yenə özümə borc bildim ki, mən gəlim müəllimlərimlə görüşüm. Sağ ol, çox sağ ol. Eşitdim ki, orada oxudum ki, adları harada, hansı siniflərdir. Baxıram ki, təzə müəllimlər gəlir, öz müəllimlərimlə bilim görüşürlər, dərs keçənlərlə. Sağ ol. İndi özüm Bakıda yaşayıram, inşaat mühəndisi işləyirəm. Mən ki, bir yaxınlarda şeir kitabım çıxdı. Təqdimatda sağ olsun Cənab Baxçı, Mədəniyyət və Turizm şöbəsi Bakı rayonunda keçirdilər. Daha sonra baxmayaraq dedim ki, gedim kəndimə və müəllimlərlə görüşüm. Görürsünüz, belə uşaqlar var. Amma siz oxumaq istəmirsiniz. Mən bunu da sizə hədiyyə edirəm. Çox sağ ol, oxuyaram. Allah, çox yaxşı. Çox uğurlarınız bol olsun həmişə. Sağ olun. Daha yüksəklərə ucalasınız. Sağ olun. Yada saldığınız üçün də təşəkkür edirəm. Sağ olun. Oxuyum. Deyim, həmən indiki zəmanədə inkişaf edir, ingilis dildə ən mükəmməl dildir və